miqrenlə bağlı və deyirlər ki, o miqreni siz müalicə eləyirsiniz. Çox böyük bir dərddir və son dövrlərdə bu miqrenlə bağlı böyük bir problemlər var. Buyurun. Bəli, Şərlə xanım, maraqlı sualdır. Həqiqətən də bugün dünyada milyonlarla insan miqrenindən əziyyət çəkir. Miqren onların həyat fəaliyyətini, həyat keyfiyyətini aşağı salır. Miqren adətən kəskin baş ağrısı və ürək bulanması ilə müşahidə olunan nevroloji bir problemdir. Tibb bilimi hələ də bu miqrenin yaranma səbəbini tam müəyyən edə bilmədiyinə görə verdikləri kimyəvi dərmanlarla ancaq miqrenin simptomlarını azaldılar. Yəni ağrı kəsici dərmanlarla onu ağrını sadəcə kəsməyə çalışırlar. Hələ ki tam müalicə tibb bilimində mümkün olmayıbdır. Amma biz bildiyiniz kimi müalicə eləyirik, biz onu tibb bilimi ilə müalicə eləmirik. Bizdə elmi lədun yoludur. Yəni bunun biz səbəblərini araşdırıb tapmışıq ki, miqren nədən yaranır? Miqren məlum oldu ki, bizə məlum olur ki, miqren enerji balansının pozulmasından yaranır. Yəni bütün onurğada bütün sinir sistemi onurğadan keçir. Negativ enerji daxil olur onurğaya, onurğada sinir sistemi sıxır və baş nahiyəsinə gedən sinir damarların sinir kanalların sıxır, bloklanma yaranır. Başa enerji getmir, işləmir, normal işləmir. Balans pozulur, enerji balansı pozulur insanda. Enerji balansı pozulanda miqren yaranır, kəskin baş ağrısı, ürək bulanması, səsə qarşı, iyə qarşı həssaslıq yaranır. El arasında bir söz var, deyir ki, qaranlığı işıqla yox eləyərlər. Qaranlığı qaranlıqla yox eləmək mümkün deyil. Bu negativ enerjidə qara enerji olduğuna görə bunu ancaq müsbət enerji ilə, efir enerjisi ilə biz yox eləyirik. Bizim müalicə prinsipimiz yəni kimyəvi deyil, kimyaya əsaslanmır. Çünki bunun səbəbi, yaranan səbəb kimyəvi səbəb deyil. Yaranan səbəb fiziki səbəbdir. Biz fizikanın qanunlarına tabidir. Bildiyimiz kimi hər bir insanda ruh var, ruh da bir enerjidir. Enerji balansı pozulanda ruhda bir balans pozulur və beyində sıxılma yaranır və bunun nəticəsində miqren yaranır. Biz elə ilk seansda miqrenin ağrısını, kəskin ağrı ilə gələn xəstənin biz ağrısını kəsirik. Elə bir negativ enerjidən təmizləyirik onu. Təmizləyən kimi ağrı kəsir. 5-7 seansa, ən çoxu 10 seansa qədər biz onu sağaldırıq. Bu efir enerjisi ilə, yəni bu müsbət enerji ilə biz tək miqreni sağaltmırıq. Həm də tibb biliminin sağalda bilmədiyi digər sağalma hesab olunan xəstəliklər var ki, məsələn, Parkinson, autizm, mədə-bağırsaq xəstəlikləridir, sonra qadın orqanlarının xəstəlikləridir, kistalar, sonsuzluq, qadın-kişi sonsuzluqları, mədə-bağırsaq xəstəlikləri, böyrək xəstəlikləri və digər kistozlar, artiroz və digər xəstəliklərin demək olar ki, hamısı çox hissəsini biz bu enerji ilə sağalda bilirik. Ümumiyyətlə, bir də görsən ki, psixoloji problemli olan insanlarda, yəni həm kişilərdə, həm qadınlarda olur. Ən çox hansına tez təsir eləyir sizin müalicəniz? Bəli, psixoloq olaraq bizə müraciətlər çox olur. Bəzən görsən bir zərərli vərdişi var və ya bir mənfi xasiyyəti var, xarakteri var. İnsan bundan qurtulmaq istəyir. Belə hallarda qadınlar da yaxınlaşırlar o problemlə. Kişilər də yaxınlaşırlar. Həkimlik təcrübəm göstərir ki, kişilərdə o mənfi xasiyyətləri tərk etmək daha asan olur, nəinki qadınlarda. Bunu mən uzun müddət araşdırdım, elmi lədun yolu ilə də araşdırdım ki, bu niyə belə olur? Və səbəbini tapdım ki, bu yaranışla bağlıdır. Bildiyimiz kimi kişinin yaranışı ilə qadının yaranışı eyni deyil. Kişi torpaqdan yaranıbdır. Yəni Allah Quranda da buyurur ki, bu hamıya da məlumdur. Adəm torpaqdan yaranıbdır. Deməli, kişi torpaqdan yaranır. Torpağın materialı yəni yumuşaqdır, palçıqdan yoğrulur və onda nə nöqsanlar varsa, o nöqsanı material yumuşaq olduğuna görə aradan qaldırmaq çətin olur. Asan da olur. O nöqsanları aradan qaldırmaq asan da olur.
Amma qadın palçıqdan yaranmayıbdır. Qadın kişinin qabırğasından yaranıbdır. Qabırğa sərt material olduğuna görə o sərtlik, o şeylər nə də göyev düzəltmək olmur onu da özünüz bilirsiniz. Və qabırğanın bir başı da həmişə əyri olur. O əyrilik qadının xarakterində mütləq özünü göstərir. Hansısa bir xasiyyətində bir əyrilik olur, bir nətər deyirlər, çatışmayan bir cəhət olur, nöqsan olur. Onu biz mümkün qədər çalışırıq ki, aradan qaldıraq və əgər aradan qaldırmaq mümkün olmayanda onun üstün örtməyin yollarını öyrədirik ki, elə bir şey eləmək lazımdır ki, o cəmiyyətdə görünməsin. O xasiyyət, o mənfi xasiyyət cəmiyyətin gözündə görünməməsi üçün biz onun yollarını deyirik ki, insana. O da cəsarətli olmaq lazımdır ki, gəlib psixoloqa deyəsən, onun yollarını öyrənəsən ki, nə eləmək lazımdır ki, bundan xasiyyət. Amma xəstəliklərdə belə deyir, xəstəliklərdə fərqi yoxdur, kişi olsun, qadın olsun, onu hər ikisini eyni vaxtda sağaltmaq olur, eyni seanslarla sağaltmaq olur. Sadəcə xasiyyətlərdə biraz problem olur. Yəni qadının xasiyyətini dəyişmək biraz çətin olur, kişi də asan olur.